İkinci hissə. Şirin portağal fidanı. Evimizdə hər böyük uşaq özündən kiçik bacı qardaşlarından birinin qayğısına qalmağa məcbur idi. Şandira həm Gloria'ya, həm də şimalda bir ailənin himayəsinə verilən başqa bir bacıma baxmışdı. Mən əvvəlcə Antonionun himayəsində idim. Sonradan mənə baxmaq uzun müddət Lala'nın öhdəsinə düşdü. Əvvəllər Lala mənimlə çox məşğul olurdu. Sonra ya bezdi, ya da dalınca düşən o oğlana aşiq oldu. Lala'nın sevgilisi lap mahnıda deyildiyi kimi uzun şalvarlı, qısa pencəkli ədavazın biri idi. Bazar günləri vağzal tərəfə ayaq döyməyə gedəndə mənə çox xoşladığım nabatlardan alardı. Alardı ki, susum. Heç Edmundo dayıdan da nəsə soruşa bilməzdim. Soruşsaydım, hər şeyin üstü açılardı. Məndən sonra doğulan 2 uşaq tez-tez tələf olmuşdu. Evdəkilər danışırdılar ki, bu balacalar əsl hindu imişlər. Qapqara dümdüz saçları varmış. Özləri də qarayanız. Qızın adını Arasi qoymuşdular. Oğlan adını Jirandır. Evin son beşiyi Luis'dir. Əvvəlcə ona Gloria baxırdı. Sonradan keçdi mənim öhdəmə. Əslində o heç kəsə əziyyət vermirdi. Luis dünyanın ən gözəl, ən şirin, ən sakit uşağı idi. Bu səbəbdən hər sözü səssiz söyləyərək incə səslə "Zezi, mənim heyvanxanaya apararsan? Bu gün yağış yağmayacaq, düzdür?" deyəndə küçəyə çıxmağa hazırlaşsam da fikrimdən daşındım. Onun səssiz danışığına qulaq asmaq adama ləzzət edirdi. Məncə bu uşaq gələcəkdə böyük adam olacaqdı. Günəşli havaya, mavi səmaya baxdım. Onu aldatmağa ürəyim gəlmədi. Bəzən dediyini etmək istəməyəndə deyərdim. Dəlisən, Luis, görmürsən, fırtına gəlir. Bu dəfə balaca əlindən tutdum. Bağçadakı macəramız başlandı. Bağça 3 guşəyə bölünürdü. Heyvanxana, xanım Julie Tongilin hasarında yanındakı Avropa. Niyə Avropa? Heç içindəki balaca quş da bilmirdi ki, niyə məhz Avropa? Bir də funikulyor oyununu oynadığımız guşə. Düymələri bir-bir ipə keçirdərdik. İpin bir ucunu çəpərə bağlayar, o biri ucunu Luis'ə verərdim. Düymələrin hamısını yuxarı toplayar və yavaşca bir-bir aşağı buraxardıq. Hər düymə bir vaqon olardı. Tanınmış adamları aparan vaqon. İri qara düymə qaradərili Birikinyonun vaqonuydu. Bəzən qonşu bağçadan səs gələrdi. Hasarın uçurmazsan ki, Zezi? Yox, Donna Demerində. Baxa bilərsiniz. Ay sağ ol, Zezi. Balaca qardaşınla sakit oynayırsan. Nə gözəl, nə gözəl. Gözəl olmağına gözəl idi. Amma xaç atam şeytan məni yoldan çıxardanda öz aləmimdə dəcəllik eləməkdən gözəl heç nə olmurdu. Miladda mənə keçən ilki kimi yeni təqvim verəcəksinizmi? Keçən il verdiyimi neynədin? İçəri keçib baxa bilərsiniz, Donna Demerində. Çörəyi torbasının üstündə asmışım. Gülüb təqvim bağışlayacağına söz verdi. Onun əri Franco'nun dükanında işləyirdi. Bir də Luciana oyunu vardı. Əvvəllər Luis ondan çox qorxardı. Ayaqlarıma sarılıb yalvarardı ki, evə qaydaq. Luciano mənim dostum idi. Məni görən kimi qışqırmağa başlayırdı. Gloria da onu sevmirdi. Deyirdi ki, yarasılar uşaqların qanını içən vampirlərdir. Ola bilməz, Godoya, deyirdim. Luciano elə deyil, dostumdur, məni tanıyır. Sənin bu heyvanlarla, əşyalarla danışmağını başa düşə bilmirəm də. Onu inandıra bilmirdim ki, Luciano heyvan deyil, təyyarədir. Campo dos Alfonsos üzərində uçan təyyarə. Bax, Luis. Luciano başımızın üstündə sevinclə dövrə vurur, sanki ondan danışdığımızı başa düşürdü. Həqiqətən də başa düşürdü. Bu təyyarədir, bilirsən neynəyir? Deyərkən bir anda çaşıb qaldım. Gərək Edmundo dayıdan bu sözü bir də soruşum. Akrobatika idi. Akrobatika yoxsa arkabatika? Dəqiq bu üçündən biri idi. Amma balaca qardaşımın sözü səhv öyrədə bilməzdim ki. İndi də heyvanxanaya getmək istəyirdi. Köhnə hinə yaxınlaşdı. İçəridə 2 ağ çolpa eşələnirdi. Qoca qara toyuq elə sakit idi, lap gedib başını sığallaya da bilərdik. Əvvəlcə gedək, bilet alaq. Əlini mənə ver. Bu basabasda itə bilərsən. Görürsən, bazar günü nə qədər adam var? O ətrafa baxdı. Adamların basabasını görüb əlimi lap bərk sıxdı. Kassanın qarşısına çatanda sinəmi irəli verdim. Dərindən nəfəs alıb
öskürdüm. Sonra əlimi cibimə salıb kassadakı qadından soruşdum. Hansı yaşlı uşaqlar üçün bilet pulsuzdur? 5 yaşına qədər. Onda bizə bir bilet verin, zəhmət olması. Bilet əvəzinə 2 portağal yarpağı aldım və içəri daxil olduq. Oğlum, gəl əvvəlcə quşların gözəlliyinə baxaq. Hərəsi bir möcüzədir. Bax, Lori və Ara tutuquşlarının üstündə min cür rəng var. O göy qurşağı kimi rəngbərəng lələşirlər ara tutuquşlarıdır. Louis heyranlıqla ətrafına baxırdı. Hər şeyə baxa-baxa yavaş-yavaş irəliləyirdik. O qədər çox şey vardı ki, hətta bir qədər irəlidə skamyada oturub portağal soyan Gloria ilə Lalanı da görmək olurdu. Lalanın baxışları qəribə bir şəkildə mənə dikilmişdi. Yoxsa anlamışdılar? Hə, belə olsa, bu heyvanxana gəzintisi bir nəfərin şapalaqlanması ilə nəticələnəcəkdi. O bir nəfər də heç şübhəsiz mən olacaqdım. Sizi, indi haranı gedəcəyik? Yeni bir öskürmə və sükut. Gəl, meymunların qəfəslərinə baxaq. Edmundo dayı onlara dördəllilər deyir. Banan alıb meymunlara verdik. Düzdür, onları yemləmək olmaz, amma elə basa-bas vardı ki, nəzarətçilərin heç ruhu da incimədi. Dostum, çox yaxınlaşma ha, meymunlar banan qabıqlarının üstünə atar. Mən ən çox şirləri görmək istəyirəm. İndi elə ora gedərik. Portağal sümürən 2 dişi dördəlliyə baxdı. Şir qəfəsin yanında belə meymunların söhbətləri eşidilirdi. Gəldi. 2 sarı şiri ona göstərdim. Əsl Afrika şirləri. Louis qara panteranın başını sığallamaq istərdi. Yox, neynirsən? Deyə mane oldum. Bu pantera heyvanxananın ən qorxulu sakinidir. Düz 18 təlimçinin qolunu qopardı. 7-yə görə onu bura saldılar. 7-yə görə onu bura saldılar. Louis dəhşətdən gözlərini bərəldib dərhal qolunu çirdi. Sirkdən gətiriblər? Hədə, hansı sirkdən Zeze? Sən heç bunu mənə deməmsən. Fikirləşdim. Kim var? Sirkə kimin adını verə bilərəm? Birdən yadıma düşdü. Onu Rosenberg sirkindən gətiriblər. Eləmi? Bəs ora şirniyyat mağazası deyildi? Daha onu nəyə gəldi inandırmaq olmurdu. Hər şeyi başa düşürdü. Bu başqa Rosenbergdir. Gəl gedək bir tikə yemək yeyək. Yaman çox gəzdik. Oturduq, özümüzü elə apardıq ki, yemək yeyirik. Fikrim bacılarımın söhbətindəydi. Bax, Lala, bax, gözünə su ver. Gör balaca ilə necə səbirlə danışır, bir bax. Hə, amma şuluqluqda da ona çatan olmaz. Bəzən lap ağını çıxardır. Düzdür, dəcəldir, elə bil içində şeytan var. Amma məhəllədə hamı onu çox istəyir. Nə etsə heç kim ondan incimir. Evdə döyülmədiyi gün olmur. Yəqin nə vaxtsa başa düşəcək. Yalvarıcı nəzərlərlə Gloria'ya baxdım. Həmişə məni çətin vəziyyətdə çıxardırdı. Mən də həmişə söz verirdim ki, bir də belə etməyəcəm. İndi yeri deyil, qalsın sonraya. Gör nə yaxşı oynayırlar. Deməli o hər şey bilirdi. Hasarı aşıb Donna Selina'nın bağçasının girdiyimi də. Sivədə xeyli paltar sərilmişdi. Külək qalxdıqca paltarların qolları, ayaqları bir yellənirdi. Gəl görəsən. Şeytan məni yoldan çıxartdı. Dedi, gör o paltarlar hamısı birdən yellənsə nə olar? Ağlıma batdı. Şeytanla razılaşdım. İti bir şüşə parçası tapıb, portağal ağacına dırmaşdım və yavaşca ipi kəsdim. Paltarlar yerə səpələnəndə az qala özüm də yıxılacaqdım. Bir qara qışqırıq qopdu ki, hamı qaçıb gəldi. Qadın, köməyə gəlin, ip qırıldı deyib fəryad qopartdı. Bu vaxt hardan gəldiyini ayırt edə bilmədiyim bir səs daha ucadan qışqırdı. Don Paulo'nun o dəladuz oğlunun işidir. Gördüm, bayaq əlində bir şüşə parçası portağal ağacına dırmaşırdı. Zeze, nə var Louis? Heyvanxana ilə bağlı bu qədər şeyi haradan bilirsən? O qədər getmişəm ki, göpə basırdım. Nə bilirdimsə, hamısını Edmundo dayı danışmışdı. Hətta söz vermişdi ki, bir gün məni heyvanxanaya aparacaq. Ancaq elə ağır-ağır gəzir ki, o yerişlə bir çatana axşam düşərdi. Tutova bir dəfə atamla oraya getmişdi. Ən çox Villa Isabeldəki Baron Drummond heyvanxanasından xoşum gəlir. Bilirsən, Baron Drummond kimdir? Haradan biləsən? Bunu bilməyə hələ yaşım çatmır. Bu, Bruno'nun deyəsən Tanrı ilə dostluğu var. Çünki heyvanlar lotereyasını və heyvanxana açanda Tanrı ona kömək eləmişdi. Böyüyəndə. Bacılarım hələ də oradaydılar. Böyüyəndə nə olacaq?
Bəsdir də, hər şeyi də gərək biləsən. Böyüyəndə sənə heyvanların adlarını nömrələri ilə öyrədəcəyim. 20-yə qədər, 20 ilə 25 arasında inək, buğa, ayı, maral və pələng olduğunu bilirəm. Ardıcılığı yaxşı bilmirəm. Əvvəl gərək özüm öyrənim ki, sonra sənə öyrədim. Oyun oynamaqdan yoruldu. Sizi, mənə balaca ev mahnısını oxudu. Burada heyvanxanada, bu qədər adamın içində, hanı adam? Bax, hamı çıxıb gedir. Çox uzun mahnıdır, dedim. Ancaq sənin sevdiyin hissəni oxuyuram. Bilirdim ki, mahnının cırcıramalar hissəsindən xoşu gəlir. Oxumağa başladım. Bir neçə misranı oxumadım. Burada sustum. Qızlar elə həmin yerdə oturub məni gözləyirdilər. Ağlıma bir şey gəldi. Gecə düşənə qədər mahnı oxuyum, əvvəl-axır bezib çıxıb gedəcəklər. Nə olsun? Mahnının sonuna qədər oxudum. Hətta bir də təkrarladım. Daha sonra müvəqqəti sevgini üçün və Ramona mahnılarını da oxudum. Sonuncunun 2 fərqli variantını nəticə 0. Dəhşətli bir ümidsizliyə qapıldım. Bu işi gec-tez bitirmək lazım idi. Bacılarımın yanına getdim. Gəldim. Lala, məni döyə bilərsən, dedim. Arxaya dönüb hədəfi göstərdim. Dişlərimi də sıxdım, çünki Lala əli yaman ağır idi. Anam dedi, bu gün hamımız yığışıb evi görməyə gedirik. Tutoka məni kənara çəkib xəbərdarlıq elədi. Bax, evi gördüyünü desən, səni boğaram. Bu heç mənim ağlıma da gəlməmişdi. Hamılıqla düzəldiyi yola Gloria əlimdən tutmuşdu. Ona tapşırmışlar ki, əlimi buraxmasın. Mən də Louisin əlindən tutmuşdum. Nə vaxt götürməliyik, anacan? Bacım soruşdu. Anam məyus halda Gloria'ya cavab verdi. Miladdan 2 gün sonra yığışmağa başlayarıq. Səsində elə yorğunluq var idi ki, lap ürəyim yandı. Anam elə bil dünyaya gəldiyi ilk gündən işləyirdi. 6 yaşı tamam olanda onu yeni fabrikə işə göndəriblərmiş. Masanın üstündə oturmuşdular. O da alətləri təmizləyib silirmiş. Deyir, o qədər balaca imiş ki, tək başını masadan düşə bilmədiyi üçün elə oturduğu yerdə altını isladırmış. İşlədiyinə görə də məktəbə getməmişdi. Oxuyub yazmağı bacarmırdı. Anamın həyat hekayəsini öyrənəndə necə məyus olmuşdumsa, özümə söz vermişdim ki, şair və alim olanda bütün şeirlərimi onu oxuyacağam. Dükan və vitrinlərdən hiss olunurdu ki, Milad bayramı yaxınlaşır. Bütün vitrinlərə Şaxta baba rəsmləri çəkilmişdi. Cəmaət son anda mağazalarda izdiham yaratmamaq üçün indidən yeni il açıqçaları alırdı. Kimsəyə söyləməsəm də ümid eləyirdim ki, balaca İsa bu dəfə dünyaya gələcək və elə mənim üçün də olacaqdı. Bəlkə də böyüyəndə ağlım başıma gələcək. Buradadır, kimsə dedi. Təzə ev hamının xoşuna gəlmişdi. İndiki evimizdən biraz kiçik idi. Anam Tutokanın köməyi ilə həyat darvazasındakı məftəli açan kimi hücuma keçdi. Gloria əlimi buraxdı. Az qala gənc qız olduğunu unudaraq qaçıb mango ağacını qucaqladı. Bu mənimdir. Ona birinci mən toxundum. Antonio belə dedi. O tamarindir. Seçdi. Mənə heç nə qalmadı. Gözlərim yaşardı. Gloria'ya baxdım. Bəs mən Goddoya? Tez ol, keç evin dalını, ay sarsaq. Orada başqa ağaclar da var. Qaçıb arxa tərəfə keçdim, amma o tərəfdən bir-iki əyri-üyrü tikanlı portağal ağacından başqa bir şey tapmadım. Çayın kənarından balaca şirin portağal fidanı var idi. Məyus olmuşdum. Bizimkilər evi gəzir, otaqları bölüşdürürdülər. Gloria'nın ətəyindən tutub dartışdırdım. Başqa heç nə yoxdur axı. Yaxşı baxa bilməmsən. Dayan, indi sənə ağac taparam. Dərhal mənimlə gəldi. Portağal ağaclarına baxdı. Bunu bəyənmədin? Bax, nə gözəl portağal ağacıdır. Yox, heç birini bəyənməmişdim. Nə bu, nə o biri. Hamısı tikanlı idi. Bu çirkinlərdənsə şirin portağal fidanını seçərdim. Hanı, haradadır? Fidanın bitdiyi yeri göstərdim. Gloria, ay bu nə gözəl şirin portağal fidanıdır, deyə qışqırdı. Bax, bir dənə də tikanlı yoxdur. Uzaqdan baxan kimi şirin portağal fidanı olduğu bilinir. İnan, sən boyda olsaydım elə bunu seçərdim. Amma mən böyük ağac istəyirdim. Bir düşün, Zeze, o hələ çox gəncdir. Bir gün böyük bir portağal ağacına çevriləcək. Birlikdə böyüyəcəksiniz. 2 qardaş kimi bir-birinizi anlayacaqsınız. Bu budağı gördün? Düzdür, fidanın cəmi bircə budağı var. Amma bax, necə ata oxşayır? Min sür.
Özümü dünyanın ən bədbəxt adamı hesab edirdim. Yadıma düşdü ki, bir dəfə üzərində Şotlandiya mələklərinin rəsmləri olan likör şüşələri vardı. Lala bir şüşəni seçdi. Gloria başqasını, üçüncüsünə Totoqa sahib çıxdı. Bəs mənə ən arxadakı qalmışdı. O mələyin demək olar qanadı da yox idi. Yarımçıq görünən 4-cü Şotlandiya mələyi idi. Mənə həmişə ən axırıncı şey qalırdı. Qoy böyüyüm, onlara göstərəcəyim. Amazonda bir meşə alacağam, başı göylərə çatan bütün ağaclar mənim olacaq. Üzərində bir sürü mələk olan bir ambar şüşə alacağam, heç kimə mələyin bir qanadını ona verməyəcəm. Küsmüşdüm. Dilxor halda çömbəlib şirin portağal fidanına söykəndim. Gloria gülümsəyib uzaqlaşarkən mısmırığını sallama Zizi, axırda görəcəksən ki, elə mən deyəndi, dedi. Bir taxta parçası ilə torpağı eşələyib burnumu çəkirdim. Ürəyim lap yanımda. Haradan gəldiyini anlamadığım bir səs eşitdim. Məncə bacın haqlıdır. Hamı həmişə haqlıdır. Bir tək mənəm həmişə haqsız. Elə deyil. Mənə yaxşı-yaxşı baxsan, hər şeyi başa düşəcəksən. Diksinib başımı qaldırdım. Fidana baxdım. Qəribə vəziyyət idi. Axı mən həmişə bütün əşyalarla danışırdım. Amma elə bilirdim ki, onların əvəzinə cavab verən içimdəki quşdur. Sən doğrudan danışırsan? Soruşdum. Məşəl eşitmirsən? Yavaşca gülməyə başladı. Səsi bütün bağçaya yayıldı. Az qala qışqırıb qaçacaqdım. Amma marağım qalib gəldi. Bəs ağzın haradadır? Necə danışırsan? Ağaclar bütün hissələri ilə danışırlar. Yarpaqları, budaqları, kökləri ilə birlikdə. İnanmırsan? Qulağını gövdəmə tut. Ürəyimin döyüntüsünü eşidəcəksən. Çaşıb qalmışdım. Fikir verdim ki, boydan balacadır. Qorxum keçdi. Qulağımı tutdum. İçəridə nə isə tık 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 eləyirdi. Görürsən? Dərhal dilləndi. Mənə bax, hamı bilir ki, sən danışırsan. Yox, dedi. Ancaq sən bilirsən. Doğrudan? And içə bilərəm. Bir dəfə bir pəri mənə demişdi ki, özümə oxşayan balaca bir oğlanla dost olanda danışmağa başlayacağım və o zaman çox xoşbəxt olacağam. Gözləyəcəksən? Nəyi gözləyəcəm? Bura köçməyimizi. Biz bu evə gələn həftə köçəcəyik. O vaxtadan danışmağı unutmazsan, eləmi? Heç vaxt unutmaram. Əslində, bu ancaq sənin üçündür. Necə yumşaq olduğumu görmək istəyirsənmi? Nə olduğunu budağıma çıx. Dediyini etdim. İndi biraz yellən. Gözlərini də yum. Söylədiyini yerində yetirdim. Necədir? Heç ömründə belə yaxşı atın olub? Yox, olmayıb. Əladır. O köhnə atımı, ay işığını balaca qardaşıma verərəm. Bilirsən, balaca qardaşım da çox sevəcəksən. Aşağı indim. Şirin portağal fidanım üçün ürəyim gedirdi. Qulaq as, gör nə deyirəm, dedim. Bura köçənəcən də bir yolunu tapıb gəlib səninlə söhbət edəcəyim. İndi isə getməliyəm. Bizimkilər çıxmağa hazırlaşırlar. Dostlar belə sağollaşmazlar ki. Sus, bacım gəlir. Gloria gələndə fidanı qollarının arasına alıb sıxırdım. Sağ ol dostum, səndən yer üzündə bir dənədir. Mən deyən oldu, bacım dedi. Hə, oldu. Bax, indi mangonu ya da tamarin də mənə versəniz də istəməyəcəm. Gloria əlini şəfqətlə saçlarında gəzdirdi. Ay səni yaramaz. Əl-ələ tutub yola çıxdıq. Godoya, sənin mango ağacın biraz əyridir, hə? Hələ çox hiss olunmur, ancaq deyəsən biraz əyridir. Bəs Totoqanın tamarindir? O da biraz şobuddur. Niyə soruşdun? Bilmirəm, indi sənə deyim ya yox, amma nə vaxtsa sənə bir möcüzə barədə danışacağam. Godoya.